sıxaraq bir məhsul sınayacağım. Hər tərəfində 2 dənə kirpik var. Bu tərəfdə də, bu tərəfdə də. Bunu bir kirpik zənnedib belə taxmayın. Up hissəsi yuxarı hissə, down hissəsi isə aşağı hissə olacaq. Bunu mütləq vurarkən sıx-sıx nəzərə alın. Mən bunu düzəldirəm. Siz də mənə abunə olursunuz. Çünki faydalı məlumatlarım çoxdur. Qızlar, mən indi çox həyəcanlıyam. Görək bu necə görünəcək mənim gözlərimdə. Kirpiklərim töküləndən sonra çox ISO sınamışam. Ancaq bütün ISO-ları sınıyıb. Deyirsinizsə ki, buna da baxım. Yəni niyə də olmasın? Tez yoxlayaq. Görək necə olur. Ya Allah, ya Bismillah. Qızlar, yapışdı. İç hissələrindəki maqnitlər də həm aşağıda, həm yuxarıdakı maqnitlər görünməlidir. Yəni yuxarı doğru olmalıdır. Kirpiklər isə bu formada. Qızlar, taxdım. Birazdan yaxşı qoymamışam. Son olaraq belə göründü. Ümid edirəm ki, siz bəyəndiniz. Əgər alıb bundan sınasanız, mənə şərhdə yazmağı unutmayın.